biz ictimai qarşısında çıxışa hazırlaşarkən, çıxış eləyərkən, o çıxış təqdim edərkən özümüzün həmin danışacağımız mövzu haqqında daha çox bilgilər qazanırıq, daha çox araşdırma aparırıq. Həm indiyə kimi bizim beynimizə gəlməyən, ağlımıza gəlməyən fikirlərə gedib çıxırıq. Bu, istər yazmaq olsun, istər danışmaq olsun, bu özünü ifadə baxımından doğrudan çox şey qazandırır bizə. Özünü ifadə məsələsində əsas prinsiplərdən biri nədir? Bir insanın nəyi seçim eləməsi. Seçim məsələsində bizim qarşımıza çıxan məsələ nədir? Biz hesab edirik ki, bir insan daha çox, həyatda daha çox yox deyirsə, o insan daha çox xəsis insandır. Bizim ağlımıza gələn bu olur. O insan xəsis insandır. Halbuki biz həyatımız boyunca daha çox yox deyirik. Nəinki hə? Hal-hazırda biz gəlib yığılmışıq bura, 2 saat vaxtımız gələcək təxminən. Başqa yüzlərlə işlə məşğul ola bilərdik. Kinoya baxa bilərdik, bir kitab oxuya bilərdik, kurs ola bilərdik və s. və daxil. Həmin şeylərin hamısına biz yox deyib bugün bura yığılmışıq. Bu məsələdə əsas prinsiplərdən ibarət olur. Alternativ dəyər deyilən bir şey var. Alternativ dəyər nədir? Hər şeyin dəyəri onun uğrunda imtina elədiyimiz şeylə ölçülür. Yəni, bir şey, hesab edin ki, mən və Toğrul ikimizin nəyin bir qızdan xoşumuz gəlir, onu göstərməsin. Qız ikimiz arasında seçim vermək istəyir və məni yox Toğrul seçir. Ona Toğrulun dəyəri nə olur? Toğrul bərabər 1, Elşən 100 olur. Qız mənə seçsəydi nə olacaqdı? Elşən bərabər 1, Toğrul Niyazı. Niyə? Çünki qız məni qazanmaq üçün Toğruldan imtina eləmişdir. Alternativ dəyər bir şey bizim üçün o vaxt dəyərli olur ki, biz onun uğrunda nədənsə imtina edək, nəyəsə yox deyək. Bir şeyin həqiqətə dəyəri, bu əslində çox əhəmiyyət daşımır. Amma onun uğrunda nədən imtina edədiyimiz, həm nəyə yox dediyimiz, o şeyin bizim üçün nə qədər dəyərli olduğunu göstərir. Yəni, yox demək bizim əslində dəyərlərimiz müəyyən edir həyatda. Bu barədə bizim yox demək deyəndə ağlımıza bir neçə şey gələ bilər də. Bizim həyatımızda bir çox məqamlarında yox demək bizim qarşımıza çıxır. Bu, məsələn, bir məqam xahişə yox demək. Bu biz Azərbaycanlarda biraz bu problem olur, çox var. Məsələn, küçədə kimsə bizdən yolu soruşur. Soruşur, Daxili İşlər Nazirliyi haradadır? Bu barədə Cem Yılmaz da öz son konsertində danışır. Küçədə biri bizdən yolu soruşur. Məsələn, Daxili İşlər Nazirliyi haradadır? Biz başlayırıq fikirləşməyə, bilmirik də. Amma yenə də başlayırıq fikirləşməyə, görürsən harada idi, özümüzü söylədik bir neçə və ki, ürəyimizdəki niyə bilmirsən və s. Sanki bu şəhərdə bir dənə yeganə insan sənsən, ancaq səndən gəlib soruşa bilərdi də bunu. Yox denən, çox rahat çekilir. Yox denən və getsin başqa bir adamdan soruşsan, yox demək yoxdur bizə qətiyyən. Biz fikirləşirik, yanırıq, istiqam edirik, get filan yerə filan adamdan soruş və s. və daxil. Yəni, xahişə yox demək baxımından biz özümüzü biraz narahat hiss edən xalqıq. Yox deməyən başqa bir təzahürü, bu təklifə yox deməkdir. Məsələn, Azərbaycanda hamımızın bildiyimiz bir şey var ki, qonağa çay içirsənmi, yemək yeyirsənmi demək ədəbsizlik sayılır. Yəni, necə yəni yemək yeyirsənmi, gətir qoyda qonağa, belə bir düşüncə tərif var bizdə. Halbuki, başqa ölkələrdə qətiyyən belə bir şey yoxdur. Məsələn, bir İngilis qonaq getirir, bir İngilis sizə would you like something desə, siz yox desə, onunla artıq o söhbət bitdi. Onun üçün o söhbət bitdi artıq. Yəni, o sizə durub deməyəcək ki, yox, sən canı gətirin, qoyun, iç falan və s. Belə bir şey görə bilməzsiniz. Mənim bir müəlliməm var, fransız dil müəllimə, mən onun evinə gedirəm fransız dil dərsləri üçün. Çox mükəmməl insandır, doğrudan da tanıdığım ən mükəmməl insanlardan biridir. O mənə hər dəfə gedən aramızda bir diyalog keçir. Hər dəfə məndən soruşur, est-ce que tu veux boire quelque chose? Bir şey içmək istəyirsənmi? Mən cavabım standartdır. Non, merci beaucoup. Və müəllimə hər dəfə qayıdır, bu sualı verir. Dəqiq istəmirsən? Çünki bilir ki, mənim yoxum Azərbaycanlı yoxdur. Biz, yəni, istər-istəməz, bir təklifə həmişə yox demək. Yox demək, birinci cavabımız həmişə yox deyil. Qabağıma gəlib qoysa içəcəm aslında. Yəni, o yox Azərbaycanlı yoxdur və müəllimə də Fransa görmüş adamdır və bunu bilir. Başqa bir misal göstərirəm. Avropada, Amerikada dediyim kimi, bu belə bir şey yoxdur da. Başqa bir misal göstərirəm. 2001-ci ildə ən yaxşı film namizəsində Oscar mükafatı almış bir Fulman filmi. John Nash'in həyatından bəhs edir. İqtisadçı John Nash'in çox fenomenal bir şəxsiyyətdir. Qonaq gəlir, Nash'in dostu qonaq gəlir bunlara. Xanım Nash qonağa deyir ki, sizə bir şey gətirirmi? Qonaq I'm okay deyir. Xanım Nash okay deyib çıxıb gedir. Yəni, biz Azərbaycanlar buna ancaq təzimlə baxa bilərik ki, necə yəni, yox dedir və israr verərlər. Yəni, ikinci bir cümlə belə qurmadı, okay deyir, çıxıb getdi. Yəni, bu bizim biz və başqa ölkələr arasında belə bir fərqlilik var. Yox demək başqa bir təzahürü, bu icazə verməyib yox demək. Bunu hər biriniz bu həftə yaşamışsınız əminəm ki, təzə müəllim gəlib dərsinizə, ilk dəfə sizin qrupa dərsləyir, ilk dərsdən reqlamenti çatdırmaq istəyir, qaydaları çatdırmaq istəyir və başlayır. Və keçdik, mənim qanunlarım, qaydaları var, qanunlarım,
Məndən sonra auditoriyaya girməyin. Hamınız yaşamısınız da bunu bu həftə. Bu həftə olmasa da əvvəlki semestrdə yaşamışsınız. Məndən sonra auditoriyaya girməyin. Yəni, mənim qanunlarım gibi cümləyə elə başlayır ki, fikirlərsən ki, Hamraq qanunları kimi bir şey qoyacaq da ortaya. Yəni, gecikməmək qaydasını elə təqdim edir ki, sanki sivilizasiyaya bu qazanılır bu qaydanı. Yəni, ona kimi heç fikirləşənməmiş gibi gecikmək olmaz. O gətirib sanki bu qaydanı. Əslində, bir insana gecikmə demək, bu mənə çox absurd gəlir. Bir insana gecikmə demək mənə absurd gəlir. Çünki insana gecikmə demək lazım deyil. İnsana gecikməyi bahalı hala gətirmək lazımdır. Yəni, bir insan sizinlə görüşə, əgər gecikirsə, deməli, siz informasiya baxımından və ya hər hansı baxımdan ona o qədər dəyərli bir şey təqdim eləmirsiniz ki, o sizinlə görüşə gecikir. Gecikmə demək yox, gecikməyi bahalı hala gətirmək lazımdır insanlar üçün. Yəni, bir insan, əgər bir şey maraqlıdırsa bir insana, o qətiyyən sizinlə görüşə gecikməyi alına belə gətirməməlidir. Yəni, ondan çox vahiməli bir şəkildə qorxmalıdır. Yox deməyin başqa bir təzahürü, bu sevgi etirafına yox deməkdir. Çox maraqlı psixoloji məqamlar ortaya çıxır. Həm sevgi etirafı eləyən tərəfdə, həm sevgi etirafı alan tərəfdə. Baxın, təsəvvür edin ki, bir oğlan bir qıza sevgi etiraf edir. Orada nə baş verir? Qız deyir ki, qız yox cavabı verir buna. Əslində, o yox cavabı bilirsiniz nədir? Əslində, o yox cavabı həqiqi yox deyil. Necə? Həm bir ay sonra tutaq ki, həmin qız eşitdi ki, bu oğlan başqa bir qızdan sevgilidir. Əmin olun ki, o qızın daxilində çox böyük təsir və çox böyük narazılıq hissi baş qaldıracaq. Bu bilirsiniz niyə elə olur? O yox, əsl yox deyildir. O yox, sevgiyə verilmiş yox cavabı deyildir. Sevgi etirafı eləmək nə deməkdir? Yəni, bir insan kiməsə sevgi etirafı edirsə, ondan öz sevgisinə qarşılıq gözləyir. Yoxsa yəni, mən səni sevirəm, hə, okey, sevgilir. Maraqlı sevgilir. Belə olmur da, qarşılıq gözləyir deyə. Yəni, verilən yox cavabı qarşılıq istəyinə verilmiş yox cavabıdır. Həmin sevgi o insan üçün yenə xoş idi, o sevginin davam eləməyini istəyir. Yəni, istəyir ki, qız istəyir ki, onun dərdindən dəli divanı olsun, bütün günü Facebookda pessimist statuslar yazsın, Emre Aydın'a qulaq alsın. Əmin olun, bunu istəyirlər. Yəni, amma o sevgini itirmək qətiyyən xoş deyil. Çünki sevgi insana, sevilmək hissi insana həm özünə inan verir, həm də başqa çox, yəni inanılmaz gözəl duyğular bəxş edir. Yox deməyin başqa bir təzahürü, bu bəyənməyib yox demək. Bəyənməyib yox demək məsələsində biraz bəzi məqamlar var. Misal üçün, dünyanın kralı belə olsa, biz çox rahat o şeyi, o işi, o insanı bəyənmirəm deyib keçə bilərik də. Yəni, bir insan öz işinin ən yaxşısı belə olsa, mükəmməli belə olsa, demirəm, mütləq bəyənməyək, mütləq deyək ki, yox, mütləq biz bunu qoyarıq, yox. Amma bəyənməməkdə çox rahat olmalıyıq da. Məsələn, Barcelona dünyanın ən güclü futbol klublarından biridir. Onun bir qapısı Viktor Valdez, inanmam ki, onu bəyənən çox adam olsun. Mən deyəm ki, mən Viktor Valdez'i bəyənmirəm. Bu yox deməyən bir formasıdır da bu. Kimsə 100% bir qalib deyəcək ki, özün ondan yaxşı dura bilərsən qapıda. Çox məqsud deyəcək. Yəni, mənim Valdez'i bəyənməməyim üçün 100% mütləq gedib Barcelona'da onun mövqeyində oynayıb qapıda durmaq və ondan daha çox seyv eləmək məcburiyyətim yoxdur da. Ya da Valdez'i mənə bəyənməmək üçün gəlib diyada məndən daha yaxşı qiymətlərlə olmaq, gəlib sizin qarşısında məndən daha yaxşı çıxış eləmək bir məcburiyyət olmamalıdır da. Yəni, bu məsələdə də fərqli tərzləri ortaya çıxır. Dağın, bir insana nə vaxt yaxşı insan deyirlər? O vaxt ki, o yaxşı işlər görür? Yox. Yaxşı işlər görmək bir insana yaxşı insan deyilməsi üçün kifayət edən kafi şərt deyirlər də buna reyizdir. Kafi şərt deyil. Bir insana o vaxt yaxşı insan deyirlər ki, o pis işlərə yox deyir. Bir insan təsəvvür edin ki, həm yaxşı işlər görür, həm pis işlər görür. O insana ən optimist insan deyər ziddiyyətli insan. Yəni, yaxşı insan qətiyyən deməz. Bizi yaxşı insan eləyən, bizim pis işlərə dediyimiz yox cavabı yoxdur. Yəni, biz pisə yox deməliyik ki, yaxşı adını qazanaq. Yox demək bizim necə insan olduğumuzu müəyyən edir. Yaxşı əslində özlüyündə heç nədir. Yaxşı pisin olmamalıdır. Bu, Einstein'in məsələsi yadımızdadır da, dərsdə deyilir. Bəhlul Daləndə 8-9-cu əsrlərdə yaşamış bir filosofdur. Ondan bir gün soruşurlar ki, tərbiyəni kimdən öyrənmirsən? Deyir, tərbiyəsizdən. Baxdım və onun elədiklərini eləmədim. Yox demək bizim necə insan olduğumuzu və özümüzü, bizim davranışlarımızı birbaşa müəyyən edən məsələdir. Bir gün bir şah olur, həmin şahın yanına çox problemlər başından aşan bir insan gəlir. Şaha deyir ki, mənim çox böyük bir dərdim var. Şah deyir, yaxşı, mən sənin dərdini eşitdim, qulaq asdım. İndi sən çıx bir mənim sarayımı gəz,
Və saraya gəzəndə onun əlinə bir qaşıq verir, qaşığın içinə duru yağ tökür, deyir, amma elə ki, bu yağ dağılmasın sənin qaşığından. Çıxır kişi, gəzir bütün saraya, amma diqqəti qaşıqda da gəlir şahın yanına yenə, deyir ki, hə, gəzdim, nə olsun? Deyir, gördün mü gözəllik, nə gözəl sarayı? Deyir, yox, görmədim, diqqətim buradaydı. Deyir, bax, eyni də sənin problemin və sən aranda olan məsələ bundan ibarətdir. Sən dünyadakı bütün gözəllikləri görmək üçün həmin problemini unutmalısan. Necə ki, sarayın gözəlliklərini görmək üçün o qaşıqdakı yağı unutmalıydın. Yox demək, pisliklərə yox demək bizim həyatdan zövq almamızı təmin edir. Demək ki, ancaq yaxşılıqları görək, pislikləri göz ardı eləyək və s. Yox. Sadəcə, biz və gözəlliklər arasında bariyer olmamalıdır pis şeylər. Biz pis şeyləri və yaxşı şeyləri ayrı-ayrı görməyə bacarmalıyıq. Pis şeyləri yox demək bizim həyatdan zövq almamıza xidmət edir. Gözəl baxan gözəl görər, gözəl görən gözəl düşünər, gözəl düşünən həyatından ləzzət alar deyə bir söz var. Yox demək bizə bunu təmin edir. Müəllimdən danışmışdım çıxışın əvvəlində. Bir dəfə müəlliməyə sual verdim ki, dərsdə, müəllimə necə belə fövqəli insan olmuşsunuz? Birinci cavabı oldu ki, özündən Amerika kəşf eləmə, ona söyləmək falan. Sonra dedi ki, mən ancaq çətinlik görmüşdüm. Həm rayonda yaşadığım müddətdə çətinlik görmüşdüm, həm Bakıda Dillər Universiteti oxuduğum müddətdə çətinlik görmüşdüm. Və mənim beynimdə olan bir şey var idi. Mən bu çətinlikdən çıxmalıyam. Məhz çətinliyə yox demək əzmi həmin insanı adi bir fransız dili müəllimliyindən Fransa prezidenti Nicolas Sarkozy'nin 2011-ci il noyabrda Bakı səfərində onun tərcüməsində qədər gətirib çıxarmışdı. Nəyin sayəsində? Çətinliyə yox deməyin sayəsində. Çətinliklərə yox demək bizim həyat qabiliyyətimizi, bizim mübarizə əzmimizi təmin edir. Bu yaxınlarda bir sənədli filmə baxdım. Narkomanlarla bağlı idi. Yəni, o insanlar narkomanlıq dövrünü keçirməmiş insanlar idi. Yəni, müalicə dövründeydilər, belə deyim. Bir narkoman çox gözəl bir söz işlətdi öz müsahibəsində. Deyir ki, dünyada ən gözəl yer quyunun dibidir. Çünki yalnız orada mütləq bütün insanlar yuxarı doğru qalxmağa can atırlar. Mütləq bütün insanlar. Quyunun dibinə yox deməliyik ki, bizim mübarizə əzmimiz olsun, bizim həyat eşqimiz olsun, yaşamaq əzmimiz olsun və biz yuxarı doğru qalxmağa çalışaq, biz yüksəliyə doğru qalxmağa çalışaq. Yox demək bizim, dediyim kimi, həyat qabiliyyətimizi, həyat mübarizəmizi ifadə edən bir indeksidir yəni. Yekunlaşdırmaq üçün bir məsələni də vurgulayım, son bir məsələni vurgulayım. Ameli filminə yəqin ki, baxmışsınız bəziləriniz. Ameli Fransızların çəkdiyi ən gözəl filmlərdən biri deyərdim ki, o filmdə gənc qız Ameli bir gənc bir oğlana onun üçün vacib olan bir xatirə mahiyyət daşıyan bir şey vermək istəyir. Amma birbaşa vermir də, istəyir ona işarələr versin, o insan özü gelib tapsın ona. Nəysə, küçədə oxlar qoyur və s. Oğlan gedir, nəhayət bir heykəlin qarşısında dayanır. Heykəldir, parmağını belə qaldırıb dayanır, oğlan gəlir heykəlin qarşısında, ancaq parmağına baxır heykəlin. Başa düşün ki, bu nə ola bilər, nə işarə ola bilər. Həmin vaxt bazı şirin bir uşaq olan, sağ qolundan dartır, dilmisiyor. O, dönür baxır, qayda uşaq hamısını eşitdiyi, amma ki, yaxını boyumuza qoyur, hamısını eşitdiyi və s. Hamısını eşitdiyi, amma həmin yerdə, həmin məqamda çox yerdə oturan bir cümlə deyil. Deyir, kan le doigt montresiye, dənbizi regarde le doigt. Yəni, parmaq yüzünü göstərəndə yalnız axmaq parmağa baxır. Baxın, İsmail qarşısında çıxışdan danışmışdım, çıxışın əvvəlində. Çıxış eləməyi, çıxışı lazımlı eləmək və çıxışdan lazımlı olan götürmək çox vacib məsələdir həqiqətən. Biz bugün burada 9 spiker çıxış edirik və bizim auditoriyalara, bizim də çıxışlar olaraq, sizin auditoriyalara əsas işimiz nə olmalıdır? Bu çıxışdan nə götürəcəyimizi bilmək. Yəni, təfərrüata yox deyib mahiyyəti götürmək. Çox sağ olun, təşəkkürlər.